Hörmətli müəllimlər, əziz abituriyentlər, hər birinizi salamlayıram. Öncəki videolardan bildiyiniz kimi abituriyentlərə dəstək məqsədi ilə DimTopluda olan Python suallarından yazılı tələb olan sualların izahlı həllini yazıb YouTube kanalımıza yerləşdiririk. Bugün də son suallara baxırıq artıq. 163-cü sualdan etibarən qalan suallara baxacağıq və eyni zamanda 163-cü suala qədər digər suallara və hətta digər mövzuların da yazılı tələb olan sualların həlli YouTube kanalımızda var. Və bununla yanaşı alqoritmlərə aid olan sualların da həlli eyni zamanda YouTube kanalımızda var və baxıb oradan yararlana bilərsiniz. Biz isə 163-cü sualdan başlayaq artıq. Deməli, ilk sual bu şəkildədir. Elementləri çox rəqəmli natural ədədlər olan belə bir siyahı var. Hər bir elementinin ilk və son rəqəmlərinin, baxırıq, ilk və son rəqəmlərinin kvadratları cəmini hesablayaraq. Yəni 2-nin kvadratı, 5-in kvadratı bunları toplayıb ekranda verməliyik. Bundan ötürü gəlin ilk öncə biz n sayda elementdən ibarət bir siyahı formalaşdıraq və orada da yoxlamış olaq. İlk olaraq n bərabərdir int input yazıram. Bu bizim neçə dənə ədəd daxil edəcəyimizi bildirir. Hətta bunu gəlin belə bir şəkildə yazaq. N bərabərdir int input. Bunu yazdıq. Bunu yazdıqdan sonra əslində bizim bir dənə siyahımız olsa lap yaxşı olar və bu siyahımız artıq nə edə bilərik? Hazırdırsa elementlərini daxil edə bilərik. Və for ilə yazırıq. For i in range. Bu şəkildə yazdıq və burada yoxlayıram artıq. N yazıram. Bu demək ki, mən artıq ədədlərimizi daxil edə bilərik. Və a bərabərdir int input. Bu şəkildə bizim bir ədədimiz var. Amma mən siyahıya atıb orada üzərindən işləməkdənsə, burada baxırıq, bizə lazım olan budur ki, daxil etdiyimiz hər bir elementi elə ilk başda, ilk və son rəqəmlərini tapaq və onları kvadratlara yükləyib cəmləyək. Odur ki, belə bir şey deyərik və mənə burada sətir lazım ola bilər və belə bir iş görürük. Deməli, ilk başda həmin bu A-nı biz STR-ə çevirək. STR-ə çevirdik və bundan sonra bilirsiniz ki, A 0 deyərəmsə, A-nın 0-cı indeksdə duran elementidir və eyni zamanda A gəlib burada -1 deyərəmsə, A-nın -1-ci yerdə duran elementidir. Amma bunlar sətir tipində bir qiymət qaytaracağına görə mən bunu int-ə çevirirəm. Int A0 və üstə gələk int A-1. Artıq biz int-ə də çevirdiksə, bunları kvadrata yüksəldə bilərik. Burada da eyni zamanda vuraq 2. Bu şəkildə yazırıq və bunu da yenidən s.append deyib, daha doğrusu elə birbaşa biz s siyahısını atarıq. Biz siyahıya atıp sonra siyahının da içərisinə təbii ki, gəzib tək-tək yoxlaya bilərdik, amma birbaşa bu şəkildə yazdım. Baxa görək biz yekunlaşdıra bildikmi bu ifadələrin nəticəsinə baxaq. Deməli, mən 4 dənə ədəd daxil edəcəm. N o işi bildirirdi. Həmin ədədlərimiz 251, 36 olsun, 870, hətta belə bir ifadə yazdım və 19 yazıram. Baxsaq burada görürük ki, 2 ilə 1-in kvadratları cəmi. 2-in kvadratı 4, 1-in isə 1-dir və 5 qiymətini verdi. Və burada 8 də 64, yenə 1 də 65. Bu şəkildə nəticə ekranda görmüş oldunuz. Deməli, 163-cü yazdıqsa 164-cü suala keçək. A siyahısının yenə də belə bir elementləri verilib, natural ədədlərdir. Hər bir elementini həmin elementin tərs ardıcılıqla düzülmüş forması ilə əvəz edərək. Yəni, gördüyünüz kimi 1, 2, 3 daxil olunubsa siyahıda, o dəyişib 3, 2, 1 ilə əvəz olunub. Yəni, 123, 321 olub. Bu bir nümunədir və yenə də biz yoxlayaq. Yenə də bundan əslində istifadə edə bilərdim, amma gəlin digər üsulu xatırlayaq. Ona görə onu yazmadım. N bərabərdir int input yazıram. Və burada da yenə də s bərabərdir. Bu şəkildə deyək. While ilə yazdım bu dəfə. Az öncə for ilə yazmışdım. N böyük 0 ilə yazdım və A bərabərdir int input. Bu dəfə istəyəcəm artıq siyahıda görünsün mənim daxil etdiyim ifadə. N bərabərdir n çıxaq 1. Hətta belə yazacamsa da birbaşa s.append yazıb int inputu onun içərisində göstərə bilərdik. Və gəlirəm artıq burada print s yazıram. Bunu yoxlaya bilərik. 3 dənə ədəd daxil edirəm. 256, 32, 189 və gördüyünüz kimi bu ifadələr artıq burada görünmüş olur. Və indi bunların dəyişikliyini eləməyimiz lazımdır və istəyirsə də bu print s burada da qalsın. Yenidən mən
keçid almalıyam. Yəni həmin o S siyahısının içərisində gəzib yoxlamalıyam. For I in S. Burada mən başqa bir siyahı formalaşdırıram. T bərabərdir. Boş bir siyahı götürdük və deyirəm ki, yenə də bunun tərsinə çevirmək istəyirəm. Tərsinə çevirməkdən ötürü sözsüz ki, yenə də sətrə çevirib onu daha rahat şəkildə biz istifadə edə bilərik. Yəni əgər I bərabərdir S deyir, I yazaramsa artıq bu sətr tipində olacaq və T nöqtə append deyirəm və həmin bu I-nin -1. Bu avtomatik olaraq həmin sətri tərsinə düzmüş olur və atacaq T-yə. Mütləq ki, T-dəki ifadə də int tipində görünməsini istəsək, int-ə də çevirib atmış ola bilirik və print T-yə baxaq burada. Baxaq görək ki, biz həqiqətən də o işi görə bilmiş olduqmu? Deməli, yenə də 4 dənə də daxil edirəm. 256, 321, 987 və 123. Nümunədə də belə bir şey var idi. Artıq biz hər bir elementini tərsinə düzən bir Python kodu yazdıq. Bunu biz necə elədik? Başqa bir siyahı açdıq və həmin siyahının içərisində bu şəkildə gəzdik və başqa bir siyahı yatdıq. Bu bir variantdır. Burada nə etdik? Biz başqa bir siyahı götürüb həmin siyahıya atdıq. Amma ola bilər ki, bizim mənimsətmədən istifadə edib düzəliş eləməyimiz ola bilər. Mənimsətmə nə deməkdir? Yəni növbəti bir siyahı istifadə eləmədən, yəni o qiyməti dəyişsin. Adətən bu suallar da deyək ki, variantlı suallar arasında gəlir. Yəni artıq bu məntiqi daha sürətli başa düşəsiniz deyə deyirəm. For I in range yazıram. Burada len S yazacağıq. N yaza da bilərdim, amma axı gördüm ki, burada N 1 vahid hər dəfə qiymət dəyişir və ona görə bizim əvvəlki N-imiz olmur deyə N yazmadım. Və burada belə bir şey deyə bilərik. K bərabərdir. STR SI yazıram. Yəni S-in inci indeksdə duran elementini sətrə çevirib və bunu da K-ya mənimsətdim ki, burada artıq rahat yaza bilək. Və deyirəm ki, S-in inci indeksdə duran elementi bərabərdir K-nın yenə də həmin bu ifadəni yaza bilərik və print S-i burada yazıram. Bir dəyişiklik eləyəcəyik. Ona indi gələcəm. Az sonra qayıdacam buraya yəqin ki. 2 yazıram. 365, 189. Artıq gördüyünüz kimi 563. Dəyişikliyimiz bu idi ki, burada görürsünüz sətr tipində oldu. Deməli mən burada yenidən bunu int-ə çevirsəm, məsələ tam həll olmuş olacaq. Və yoxlayıram. Gəlirəm 3 dənə ədəd daxil edək. Bu dəfə bu şəkildə yazdıq 78 və artıq hər bir element qiymətini dəyişmiş oldu. Bu da 164-cü sualın həlli idi. 165-ci suala baxa bilərik. Deməli, belə bir sətr daxil olunur və həmin sətrin gördüyünüz kimi burada içərisindəki A simvolların sayını başqa bir siyahıya atırıq. Deməli, bundan ötürü gəlirik burada. Bu faylı formalaşdırdıq. N bərabərdir input deyirik. Input və N bərabərdir N.split. Split nə deməkdir? Artıq sətirdəki boşluğa görə qərar verir. Əslində bu deməkdir. Yəni boşluq varsa, baxır görür ki, burada boşluq var və onu bir söz olaraq götürür və atır növbəti dəfə siyahıya. Baxaq görək bunun vəziyyəti necə olur. Print N dedik və burada yoxlayırıq. Və salam millət belə bir ifadə yazdım. Gördüyünüz kimi bunu söz olaraq atdı bura. İndi bunu belə yazmayıb, sözsüz ki, belə də yazsaq özü susmaya görə belə qəbul etmiş olur. Və hətta bunu da bu vəziyyətdə də yaza bilərsiniz. Yəni birbaşa da yaza bilərsiniz. Yenə də eyni məntiqdir. Bundan sonra artıq biz for I in N deyərik və N dedikdən sonra artıq sözsüz ki, bir dənə də S bərabərdir boş siyahımız olsun. Və həmin S siyahısına I dediyimiz artıq sözdür. Yəni hər sözə baxacaq, hər sözdə A varsa onun sayını atacaq, yoxsa da atacaq. Yəni ümumiyyətlə A-ların sayını atır və print S bu şəkildə yekunlaşdıra bilərik deyə düşünürəm. Bu da qala bilər. Print yuxarıdakı printi deyirdim və yazarıq burada Azərbaycan. Və artıq 2 və 1 ifadələrini burada görmüş olursunuz. Bu da 165-ci suala bir nümunə idi. 166-cı sual. Klaviatura ilə daxil edilmiş 4 rəqəmli müsbət tam ədədin rəqəmlərinin cəmini tapan proqramı Python dilində yazın. Daxil edilmiş 4 rəqəmli. Deməli, 166-cı sualda budur. Yenə də bunu fərqli şəkildə yaza bilərsiniz. 4 rəqəmli dediyinə görə konkret
birinci, ikinci, üçüncü, dördüncü rəqəmləri tapırsınız. Normal bölmə qaydasından davam edə bilərsiniz. Amma mən belə bir şey yazacağım. N bərabərdir. Input yazıram. Hətta deyək ki, int input yazıram ilk başda. Sonra artıq mən bunu a bərabərdir list və str n deyirəm. Bunu artıq biz çevirdik siyahıya. Hətta siyahıya çevirməyib belə birbaşa str də yaza bilərdik. Str yazdıq və bir s bərabərdir 0 var və bundan sonra for i in k. Yəni sətrin içərisindən gəzəcəyik və bundan sonra s bərabərdir s üst-üstə gedək int i deyə bilərik. Siyahıya atıb yekunda sum s də deyə tapa bilərdik, amma bunu yazdım. Print s nəyəsə diqqətdən çıxartmadıqsa bu şəkildədir. 2564 və 17 verir. Burada 7, 4, 11, 6, 17 ifadəsini almış olduq. Bu da bu suala bir nümunədir. Təbii ki, fərqli-fərqli variantlarda yoxlaya bilərsiniz. 167-ci sual 2023-cü ilin may ayının 1-i bazar ertəsini təsadüf edir. Klaviaturada may ayının tarixi daxil edildikdə bu tarixin həftənin hansı gününə təsadüf etdiyini çap edən proqramı Python dilində yazın. Məsələn, 16 yazırıqsa, ekranda çərşənbə axşamı çıxır. Əslində, belə bir siyahı formalaşdıracağıq. Deməli, içərisindəki günləri yazacağıq. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar. Və bunların indekslərindən fikir verirsiniz. 0, 1, 2, 3, 4, 5, 6-dır. 7 gün varsa, axırıncı 6-dır. Və tutaq ki, 16 daxil edirik. 16-nı biz necə tapa bilərik? Burada fikir verirsiniz, həmin bu ifadədə daxil etdiyimiz bir ifadə var. Məsələn, burada 1 olacaq, 2 olacaq və s. və daxil. 16% 7 bizə nə verəcək? Bizə verəcək, gördüyünüz kimi 2 dəfə 7, 14, 2. Amma ikinci indeksdə isə çərşənbə olmuş olacaq. Deməli, biz bölüb minus 1 deyəcək. 2-dən 1 çıxacaq və bu nəyin indeksidirsə, tutaq ki, buna yazacağıq həftə və həmin onu ekranda çıxarsın. Hətta biz 16 deyil, məsələn, 3 daxil etsək, günü 3 daxil etsək, 3%7 bizə 3 verəcək, 3-dən də 1 çıxacaq 2. 2 də dediyimiz kimi bu şəkildə nəticə görülmüş olacaq. Və odur ki, gəlin burada yazaq 167-ci sualı. 167-ci sualı bu şəkildə yazırıq. İlk öncə həftə bərabərdir. Bunun bazar ertəsi bu şəkildə yazdım. Və sonra dedik ki, gəlir çərşənbə axşamı bu şəkildə yazdıq. Və eyni zamanda çərşənbə və burada yazıram cümə axşamı və bu şəkildə belə yazaq, istəyirsiniz fərqlənsin ondan. Cümə olmasın və cümə yazdıq bura və eyni zamanda da gəlirik. Şənbə və gəlirik bazar yazırıq bura. Bazar. Bu şəkildə yazdıq. Çərşənbə axşamı, çərşənbə və s. və axır bu şəkildə yazıram. Çərşənbə və axşamı, cümə və s. və bu o qədər də önəmli deyil. Bunun üzərində oynamayaq. Deməli, bizim artıq siyahımız bəllidir və siyahının içərisində həftənin günləri bəllidir. N bərabərdir int input. Bizim daxil edəcəyimiz artıq gündür. Buna da bir tutaq ki, deyə bilər, day deyək. Bu şəkildə yazdıq. Artıq bunu daxil etdikdən sonra mən dediyim kimi nə edirik? Burada bu nümunəyə baxdıq. Bir daha baxaq. Həmin daxil etdiyimiz günü bölürük 7-yə. Niyə 7-yə? Çünki 7 dənə gün var bir həftədə. Yəni D faiz 7 çıxaq 1. Bunu yazmış olacağıq. Və tutaq ki, buna da bir K deyək. K bərabər D faiz 7 çıxaq 1. Və bu da eyni zamanda bizim gəlirik həmin H-ın K-cı indeksdə duran elementi olmuş olacaq. Və print gəlirəm burada da HK yazıram. Yoxlayaq. Belə birinci 16 yazıram. Çərşənbə axşamı gəlir. 17 yazıramsa avtomatik olaraq çərşənbə gəlməlidir və s. Bu şəkildə nümunə yəqin ki, aydın oldu. Bu şəkildə yekunlaşdıra bilərik artıq. 168-ci sual. A siyahısının klaviaturadan aralarından bir boşluq olmaqla daxil edilən ədədlərdən A siyahısı ədədlərdən yaradılır.
belə bir versiya təklif edir tam ədədə çevirərək. Bilirsiniz ki, input dediyinə görə sətir olacaq və sətirdirsə biz bunu tam ədədə çevirib sonra ilk rəqəmi 4 olanlara baxıb bu şəkildə ilk rəqəm 4 olanların cəmini hesablamalıyıq. Deməli 168-ci sualı bu şəkildə yazıram. N bərabərdir input və elə istəyirsiniz bu şəkildə yazaq. N bərabərdir n nöqtə split. Artıq biz bunu parçaladıq, boşluğa görə ayırdıq və atdıq başqa bir, daha doğrusu bir siyahıda formalaşdırdıq. Bundan sonra bizə lazımdır ki, bunun şərti necə idi? İçərisində tam ədədə çevirək və bizə 4 olanlar, yəni 4 ilə başlayanlar. Belə yoxlayaq. S bərabərdir 0 bizim cəmimizdir. For i in n. N sayəsinin içərisində gəzəcəm və deyəcəm ki, if həmin bu i-nin yoxlayıram 0-cı indeksdə duran elementi bərabərdirsə 4. Niyə belə yazdım? Çünki həmin bu split olduğuna görə, input olduğuna görə split də elə sətir olaraq atır və i0 dediyimiz ona görə sətir olaraq yoxlayıram. 4-dürsə o zaman s bərabərdir s üst-üstə gələk int i. i-ni intə çevirib bu şəkildə yazmış oluruq. Və burada da gəlirəm print s yoxlaya bilərik artıq. Və baxaq görək bizə nə verir bu. Deməli yoxladıq burada nəyi? Məsələn 256 441 36 40 89 belə bir şey də yazırıq və bir dənə 4 yazırıq. Bizim qiymətimiz 85 verdi. 4 ilə başlayanlar 41, 40 və 4-ü ekranda görmüş oldunuz və bu da bu sualın həlli olmuş olsun. 169-cu sual. Daxil edilən sətirdəki İngilis əlifbasının hər bir böyük və kiçik hərf simvollarının sətirdəki indeksi ilə əvəz edərək. Deməli, hərfdən söhbət edir. Böyüyü və kiçiyi simvolun sətirdəki indeksi ilə əvəz etməliyik və 169-cu suala baxırıq. 169-cu sual. Bunu da bir neçə variantda yaza bilərik. Yəni bizim hərf olub olmadığını yoxlayan fərqli variantlarımız var. Məsələn, A ilə Z arasında yoxlaya bilərik və yaxud da ki, 2 sətir formalaşdıra bilərik. Böyük A-lar böyük A-dan Z-ə qədər, kiçik A-dan Z-ə qədər ya da birini yaza bilərik və onu orada deyək ki, upper ilə lower ilə də yoxlaya bilərik və belə də yoxlaya bilərik. Yəni n bərabərdir input. Burada baxacağıq ki, kiçik simvolu sətir indeksi ilə əvəz edilir və s bərabərdir boş bir dənə də sətir götürürəm. For i in range bu şəkildə yazdım və len n. Len yazdım. Len yazdıqdan sonra artıq mən burada yoxlaya bilərəm. Əgər deyəcəm ki, n sətrin inci indeksdə duran elementi İlza alfadırsa, yəni hərfdirsə, bunu bu şəkildə yoxlaya bilərsiniz. O zaman s bərabərdir s üstə gələk i. Çünki hərfdirsə indeksi ilə əvəz edəcəyik. Yox, hərf deyilsə, yəni əks halda s bərabərdir s üstə gələk həmin elə n-in inci indeksdə duran elementin özü. Onu deyirdi. Bir daha şərtə baxaq. Hərf simvollarını. Deməli, başqa bir simvol da ola bilər. Bu şəkildə yoxlayırıq print s və baxaq görək nəticə necə çıxır. S bərabər s üstə yerə i, belə bir səhvimiz oldu burada. Çünki s dediyimiz sətir tipindədir, i isə ədəd tipindədir. Ona görə biz STR çevirməliydik bunu. Diqqətdən qaçırtdıq və yoxlaya bilərik artıq. S-i 0 ilə A-nı 1 ilə 5 olduğu kimi qaldı. S-i də 3, 0, 1, 2, 3-cü indeksi olduğunu bu şəkildə gördünüz. Sətirdəki rəqəmlərin tapılması, hərflərin tapılması və ya da ki, hərf rəqəmlərinin bir yerdə tapılması, digər simvolların tapılması ilə bağlı videolar yüklənib. YouTube kanalımızda var və hətta deyərdim ki, bir neçə dəfə bunlara aid suallar qarşımıza çıxıb və yazmışıq. Odur ki, həmin videolara baxıb özünüzü daha təkmilləşdirə bilərsiniz. Mən isə bununla yekunlaşdırıram. Yəni bu versiyada yazdım. Digərlərini artıq burada yazmıram. 170-ci suala keçək.
klaviaturadan bir boşluqla ayrılmış müxtəlif uzunluqlu sözlər daxil edilir. Yenə də bir sətirdədir. Sətirdə müxtəlif sözlər var. Sətirdə simvollarının sayı ən çox olan ikinci sözü çap edən proqramı Python dilində yazın. Bir növ maksimum yox, yəni axırdan ikincini axtarırıq və 170-ci sual bu şəkildə yoxlaya bilərik artıq. 170-dir də bu. Deməli, n bərabərdir input. Bunu yazdıq. Artıq bizim burada yaza biləcəyimiz bu ifadəni burada qeyd edirik. N bərabərdir input. Bundan sonra artıq bizə lazımdır ki, bunun içərisində yoxlayaq və n bərabərdir n.split yazıram. N.split yazdım və bunu yazandan sonra artıq mən simvolları sayım və s bərabərli bir dənə siyahı götürürəm yenə də for i in n və deyirəm ki, s-ə açsın. Həmin bu n siyahısında artıq olan elementlərin simvollarının sayını. Len i və baxaq bizə hal-hazırda lazım olan nə idi, nəyi tapdıq? Print is burada yazıram. Salam millət, necəsiniz? Bunu yazdıq və hər bir ifadənin gördüyünüz kimi burada simvol sayını buraxmış olduq. 5, 6, 9 və s. gəlmiş oldu. İndi bizə lazımdır ki, bunu siyahını bura atdıqdan sonra bunun içərisindən sort edək. Sort edəkmi? Edək. S.sort. Bu şəkildə yazdım. Artıq bu o deməkdir ki, kiçikdən böyüyə doğru düzəcək və bir dənə k götürürəm. K bərabər s-in -2. Mənfi birinci indeksdə duran ən çox olandır. Bizə -2 lazımdır. Axırdan ikinci. Və indi də yoxlayacağım təzədən. For i in n. Yox, daha doğrusu s-də artıq. S-ə biz yox. N-i. N-i niyə yoxdur? Çünki bizə sözü yoxlamaq lazım. S-ə biz simvolların sayını atdıqsa biz yoxlayacaq ki, bu siyahıda, yəni n-in içərisində əgər həmin bu k-ya bərabər olan varsa, yəni k-nın artıq sayı bəllidir və eyni zamanda yoxlayırıq burada len i. N siyahısında həmin eyni say varsa, deməli odur və print burada i yaza bilərik. Məsələn, yazıram, yenə də bir ifadə yazaq. Salam millət, necəsiniz? Millət var. Necəsinizdən əvvəlki ifadə milləti görmüş oluruq. Və yaxud da ki, biraz da artıraq istəyirsiniz. Daha doğrusu belə deyək, aydın olsun deyə belə bir şey yazıram. AA simvolu var. AA var. AAA 4 dənə simvol var ya da daha çox var. Deməli, axırdan ikinci 3 dənə A olandır və yekunlaşdırıb bunu tapmış olduq. Print-i silsək, yekun yazdığımız siyahıda budur. Hətta bunu da əvvələ gətirə bilərdiniz, amma bu qədər yetərlidir. Hər halda aydın olmuş oldu. Deməli, bu da belə. 100-neçənci sual idi? 170-ci sual idi. 171-ci suala baxaq. Klaviaturadan arasında bir boşluq olaraq daxil edilmiş sətirdə ən çox təkrarlanan sözü çap edən proqramı Python dilində yazın. 171-ci sual. Gəlirəm burada n bərabərdir input. Bizim sətrimiz var və həmin sətirdə ən çox təkrarlananı axtaracaqsa, elə burada da yazıram split. Ayırdıq bunu artıq. Və bundan sonra belə bir şey edək. Deyək ki, say bərabərdir 0-dır. Ən çox təkrarlananların sayı yazıram və bunlardan da bir dənə belə bir şey yazıram. N bərabərdir ya da E bərabərdir. N-in 0-cı indeksdə duran elementi. Deyək ki, 0-cı indeksdə duran elementi ən çox təkrarlanıb. Bunu yazıram. Və bundan sonra for i in n. N siyahısının içərisinə girirəm və yoxlayıram. Deyirəm ki, əgər həmin buradakı yoxlayacaq sayın deyək ki, necə yoxlayacaq buradan? i.count daha doğrusu n.count i'lərin sayı böyükdürsə həmin o saydan, burada yazdığımız say var, o zaman say bərabər olsun, nəyə deyirik say bərabər olsun? n.count i'yə. Biz bunu sayı bərabərləşdiririk və bundan sonra da tutaq ki, bir dənə t bərabərdir. Həmin o i-ni də burada yazırıq ki, elementin özünü də burada göstərmiş olsun. Və baxaq. Print
ne yazdık? Print T. Bize sayı da lazımdırmı yoksa en çok təkrarlanan sözü, sadece sözün özü deyilir ve yoxlayırıq o zaman. Burada yazıram A yazıram. Gəlirəm başqa bir ifadə yazıram. Yenə də A yazıram. Başqa bir ifadə yazdım. A yazdım. Və hətta burada yazdığımız birinci ifadəyə uyğun da yenidən bir ifadə yazıram və bir dənə də A yazıram. Burada artıq A'ları bildirmiş oldu. Artıq bunun 4 dənədir. Ən çox təkrarlanan söz də budur. Burada da göstərmiş olduq. Deməli, bunu da bu şəkildə yazdıq. 171-ci sual. 170-ci sual. Elementləri klaviaturun daxil edən n sayda tam ədəddən ibarət siyahıda ən böyük müsbət ədədlə ən kiçik müsbət ədədin müsbət olub olmadığına baxacağıq. Müsbətdir, müsbət deyil. 170-ci sualı bu şəkildə yazır. N sayda ədəddən ibarət bir siyahı formalaşdıracağıq və həmin daxil edərkən həmin ədədi də yoxlayacağıq. Müsbətdirsə bir siyahı ataq, mənfidirsə başqa bir siyahı ataq və n bərabərdir bu şəkildə. Ondan sonra ən kiçik və ən böyüyünü tapaq və bunları cəmləyəcəyik. Və for ilə yazsaq in range bu şəkildə yazırıq n. Amma burada bir şey unutmamalıyıq. Bunu mən n yazmışamsa o zaman gəlin bunu dəyişək. M və K yazaq. Çünki fərqlənməsi lazımdır. Yoxsa xəta verə bilər və deyək ki, ədəd daxil edirəm. A bərabər int input. Bu A ədədini daxil etdikdən sonra mən yoxlaya bilərəm. A sıfırdan kiçikdirsə, mənfidirsə m nöqtə append A-nı atdıq ora. Əks halda yaza bilərik. 0 bizə burada təsir edəməyəcək, amma sırf gəlin belə bir şey yazaq. Elif A böyüksə 0-dan, o zaman K yazdıq. K nöqtə append, yəni bu səhv yazdıq. K nöqtə append həmin bu ifadəni, yəni A-nı atdıq ora. Deməli, bunları yazdıq. M dediyimiz mənfilərdir. Mənfilərin maksimumu, max M. Bunu yoxlayıram. Max M tapdım. M siyahısı maksimum. Üstə edək minimum K. K da müsbətlərin ən kiçiyidir. Bunu yoxlayacağım. Deyəcəm ki, if, bunu bir dənə başqa bir dəyişəni də mənimsədə bilərdik. S bərabərdir yazıram. Belə olsun. Və deyirəm ki, if S böyüksə 0-dan print burada yazıram yes. Əks halda print no yazmış ola bilərək yəqin ki. Yoxlasaq, deməli 3 dənə ədəd daxilləyəcəm. 25, 14 və mənfi 4. Baxsaq bizə yes verdi və yenə də 3 dənə ədəd daxilləyəcəm. Bu dəfə mənfi 9, mənfi 15 və bir də 3. Bu dəfə no verdi artıq müsbət deyil deyə. 172, 173-ə baxaraq klaviaturanın daxil edilən sətirdəki böyük hərf simvollarının sayını, kiçik hərf simvollarının isə özlərini çap edən proqramı Python dilində yazın. Yenə də gəlirəm burada 173-ü yazıram. 173-cü sual Python. N bərabərdir input. Bunun böyük simvol olub olmadığına baxacağıq. Bunu da yenə də fərqli variantlarda yaza bilərsiniz. Amma bir daha baxaq yenə şərtə. Böyük hərf simvollarının sayını, kiçik hərf simvollarının isə özünü. Deməli, say, böyük say yazıram. Say bərabərdir 0. İlk başda budur. Və for in n'in içərisində yoxlayacağıq burada. Daxil edilən sətirdəki böyük hərf simvollarının sayını. Və yoxlayaq ki, belə bir şey yoxlayaq. If i nöqtə izafır böyük simvoldursa, o zaman B say bərabərdir B say üstə gedək 1. Əks halda isə bizə lazımdır ki, yenə də yoxlayaq. Əslində başqa bir simvollar da ola bilər. O düşündürdü məni. Elif o zaman yazırıq. I nöqtə is lower. Bu funksiyalardan da hazır istifadə edə bilərsiniz. Və kiçikdirsə o zaman belə bir şey yazaq. S nöqtə append həmin bu i-ni S yoxdur deyə burada yazıram. S bərabərdir boş siyahı. Bunu ora atmış olduq. Ümid edirəm ki, düşündüyümüzü yazırıq burada və print B say və bir dəqiqə o zaman belə bir şey yazacağıq. Print B say və bizə də hər dəfə lazımdır ki, nəticəni də ekranda göstərmiş olsun.
Bunu addım mesela belə bir şey ediksə o zaman belə bir şey yazar. For im is print i. Kiçikləri buraxmışdıq və yoxlayaq görək düz yazdıqmı? Yoxlayırıq. Burada 3 dənə böyük var, bəli. Balacalar da D, E, F, D bu şəkildə də ekranda görmüş olduq. Bu da 100 neçə idisə 173-cü sual. 174-cü sual. Z simvollarını A ilə, D simvollarını isə K ilə əvəzləyib ekranda vermiş olacağıq. Harda Z simvolları var A-la, D isə K-la. 174-cü sual. 174-cü sual. N bərabərdir input. Yenə də fərqli variantlar yoxlaya bilərsiniz, replace də tətbiq edə bilərsiniz, amma mən belə bir şey deyəcəm. S bərabərdir və burada yoxlayıram. For i in n-in içərisində deyəcəm ki, if i bərabərdirsə z idi deyəsəm, kiçik z. Z simvollarını A ilə, D-ni isə K ilə. Əgər Z-dirsə, o zaman S bərabərdir. S üstə gələk A. Bunu yazırıq. Z simvollarını A ilə, D-ni isə K ilə. Əks halda deməyəcəm, çünki başqa bir simvollar da ola bilər. I bərabərdirsə, burada yazıram D-dir. O zaman S bərabərdir. S üstə gələk. Buna da yazıram K. Əks halda artıq burada indi yoxlaya bilərəm. Əks halda isə S bərabərdir. S üstə ilə i yazmış oluruq və yəni nədirsə o gəlsin. Artıq başqa simvollarda bir dəyişiklik olunmasın. Print S burada yoxlaya bilərəm. Gəlirəm burada D, Z, A, K, D belə bir şey yazıram. Artıq D-ni K-la və Z-i də A-la əvəz elədik. Digər simvollar isə olduğu kimi qaldı. Bunu da yoxladıq və ən nəhayət 175-ci sual. Daxil edilmiş n tam ədədin ilk və son rəqəmindən düzələ biləcək ən böyük ədədi müəyyən edərək çap edən proqramı Python dilində yazın. İlk və son rəqəmindən ibarət. Bunu da belə bir şey yaza bilər, dəyərli yoldaşlar. Belə bir şey yazıram. N bərabərdir input. Int yazmaq istəyirsiniz. Int input. İndi burada şərti də yoxlaya bilərik. N böyük bərabərdir 100-dür. İstəyirsiniz yoxlayaq. If n böyük bərabər idi 100, belə bir şeydi səhv eləmirəmsə, böyük bərabərdir 100-dürsə, o zaman artıq ilk və son simvollarını yoxlayacağıq. Burada deyirəm ki, K bərabərdir str n və bunun ilk və son simvollarını tapa bilərik. Və deyirəm ki, K-nın 0-cı indeksdə duran elementi və eyni zamanda belə yazaq s.append yenə də dəqiqə belə bir şey yazacağıq. Burada s bərabərdir, siyahımız hazır. S.append həmin bu K-nın 0-cı indeksdə duran elementini s.append K-nın 0-cı indeksdə duran elementini atacağıq və sözsüz ki, bunu da bir int-ə çevirək. Int K0 deyək və eyni zamanda yenə də gəlirəm Ctrl-V bunu buraya yapışdırdım və axırdan birinci ilk və son simvollar dediyinə görə baxaq. İlk və son rəqəmindən düzələcək. Bəli. Bunu da atdıq bura. Bunu atdıqdan sonra artıq bizim siyahımız print S baxsaq bu şəkildədir. Yoxlayaq istəyirsiniz. Məsələn 178 yazıram. 1 və 8-i atdı ora. Bunu indi biz sort edək. Sort edəndən sonra s.sort yazdım. Artıq bu kiçikdən böyüyə doğru düzəcək. Amma bizə kiçikdən böyüyə doğru yox. Bizə lazımdır ki, böyükdən kiçiyə doğru düzsün. Və o zaman da s.reverse edə bilərik. Reverse elədik. Artıq bizim deyək ki, ifadəmiz budur. Və bunu da nə edirik? Biz yoxlaya bilərik. Yəni düzələ biləcək ifadəni yazacağıq. Hər halda bu 2 rəqəmli olmuş olacaq və belə bir şey yaza bilərik. E bərabərdir S-in burada yoxlayıram. 0-cı indeksdə duran elementi vuraq 10. Üstə gələk S-in 1-ci indeksdə duran elementi və printi. Gəlirik 654 və buradan 64 çıxmış olur. Ya da bunun tərsini yazaq istəyirsiniz. Tam aydın olsun. Tutaq ki, 456 yazıram.
Yenə də 64 çıxır. Yəni bu ədədlərdən 64 ala bilərik. Baxdıq, ən böyük ədədi düzəldə biləcək rəqəmindən hər halda düzgün başa düşdük. 175-ci sualda belə, dəyərli yoldaşlar. Yenə də bunu belə deyək də, başqa variantlarda yoxlayıb dəyərləndirə bilərsiniz. Belə, hörmətli kanal izləyiciləri, dəstəyiniz üçün bir daha təşəkkür edirəm. Siz isə videolardan yararlanmağa çalışın və yararlanırsınızsa rəylərdə bildirə bilərsiniz və yaxud da ki, öz yanaşmalarınızı bura əlavə edə bilərsiniz. Biz isə növbəti videolarda görüşəcəyik. Özünüzdən müğayət, Allaha əmanət olun. Hələlik.